qondara bilməsin rəzavil. Sən ol bizlə, düzəlsin əyri, sənsizliyimiz olur həlahil. Sınmış qayğam ölümlü dərya, aç qoynunu ey sədəfli sahil. Can məhdisi ey Məsih-i məna, bir gözlülük əqli etdi zavil. Bir ömrüdür səndən ötürü könlüm dərvişidir gəzdirir şəmavil. Mən qanını səndən ötürü tökdüm, məktuluna qoy desin nə qatil. Sina elə sinəmi ilahi, can tuğruna ruhum oldu mavil. Qeyri ilə barışmaz ol, darıxma, dünya qulular desinlə cahil. Mənim əzizlərim, Boraq adınlı bir minik hər iki dünyanın sayın həzrətlərini sırr aləmi gəzdirən yerdə o həzrətin ümmətini də eşqin buraqı gəzdirməkdədir. Amma ta məşuqdan bir işarətlər olmayıbdır. Eşq adlı bu ayaq ya mərkəb insana minih verməyəcəkdir. Rəhmətli Allamə Məhdi İlahi Qomşeyinin məşuqun cilvəsinə və işarantısına bir gözəl işarətləri vardı. Gözəl bir qızcığaz birinci yol yaylığını silkəməkdən ötürü eyvana çıxır. O dəfələr bu işi görür, onun bu işi böyük bir məna daşıyır. Doğrudan da silkinmiş bir yaylıqdan nə qədər toz vardı ki, o bu işə əl vurur. Onun cilvə zamanıdır. O boynunu və buxununu beləliklə nümayişə qoyur. O istəyir, desin ki, bu bağçada mən də varam. Həzrət-i Allamə deyir, Həzrət-i Haq da varlığı ayaqlandırmaqdan ötürü yaranışın eyvanında cilvə elədi. Onun gözəlliyinin asarı əmr aləmində olanları onu görməyə, boylanmağa məcbur eləyir və iləyhi raciun başlanır. Şəritə sarmağa yaylığın deyə dəfələr o gözəl eyvana çıxdı. Hörüyün aşırdı sağından sola, sıxılmış yaylığın bir daha sıxdı. Gizlicə əlini uzatdı Nəsim, hörüyün ucunu oynatdı birdən. Cicikdən pörtüşüb, köz kimi yandım. Ətdəndir bu ürək deyil dəmirdən. Bir ləhzə dərilib, neçə yol sıxarlar məgər yaylığı. Çaqqışdı ıldırım, ağartdı birdən, qaranlıq gördüyüm bütün varlığı. Bir ömür oxunmaz, öyrənmədiyim dərsləri bir anda öyrətdi demək. Eyvana çəkirdi onu gözəllik, gözəlin qaydası budur, neyləmək? Anladım ki, Tanrı tozsuz ətəyin, varlığın damından silkirmiş, niyə? İstirmiş döyünsün həyatın qəlbi. Onun gözəlliyinə dursunlar yiyə. Kontu kənzən məxfiyyən fəəhbəbdü likəy ovrəf. Gözəllik gəncinin qapısını açdı eyvana çıxmaqla o birlər biri. Aləmin üstünə caladı hüsnün, aləmlər hüsnünə durdu müştəri. Boraq eşqidən sizə dönümlərə qoyuldu diz. İnsan lillah olduğunu düşündü, eşq yarandı, hərəkət başlandı, amma bu qaydışın
İlayhi raciun, yəni bu qayıdışın ədəbini hər kim öz payı qədər düşünə bilər. Amma o ki bəllidir, der nəyabət havli puxtu hiç xam, pişmişin halın gözəl xam anlamaz, qıssa gəl xamı yetişmiş danlamaz. Qoraya hançı bir dil ilə qandırmaq olar ki, sən üzümsən, dar gözə oldu qoxuq dünya hədəf, dürrə dolmaz olmasa qavne sədəf, eşqidən hər kim ki yırtdı cavməsin, dilbərindən aldı pahlıq naməsin. Ey dirildən paylı eşqim sən yaşa, sənlə vırram ağrının başın daşa, eşqidən tur oldu sərxoş tapdı can, düşdü Musa röbüdən oynar məkan. Dil qanandan ayrı düşsə dil qanan, min nəva ilə onu olmaz qanan. O itmiş ne olar ki hər gələn özünün qəraətini ona əzbərlətmək istəyər. Amma neytəkin yarla dodaqlansam əgər, odlu sözdən ağləmə sallam şərər. Rəhmətli Fuzuli deyir, payın vardırsa hikmətdən, ürəyi qeyri-hudan sil, əmin-i Kəbəsən axər. Onu bütxanə gəl qılma, zı hikmət xali az qeyri-xuda kun, xanə dil ra əmin-i Kəbət kərdən, bütxanə məgər danış. Mənim neydir? Mənim oxunmaz dilim məhrəmlikdir. Məhrəm ol ta mən də sən ilə şirin dilli körpə kimi danışım. Günəşə birdir ağac. Yaş, yav, quru, çuve xoşgötər qərini aftab. Günəşə birdir ağac, yaş, yav, quru, gün qızırganmaz ağaçlardan nuru. Qurumaqdır qurunun gündən payı, qurudar eylər onu candan yarı. Gün yaşı yaşıllandıran yerdə qurunu da artıq qurudar. Yəhdi bihi kəsir və yuzillu bihi kəsir. Eşq hər bir təhər aşıqın üzündə özünü görsədər. Rəhmətli Sədi deyir, nə qədər istədim axər ki eşqi gizli tutam mən. Hezar cəhd bekərdəm ki sirri eşq bepuşəm. Nə qədər istədim axər ki eşqi gizli tutam mən. Deyildi mümkün əlimdə od üstə qaynamayım. Əgər qızırganmaz günəş səni canlandıra bilməyir, sən qayıdıb özündə, özgəsində o əlləri qınamalısan ki, sənin gediş ayaqlarını peyləyibdilər. Bulanlıq və kas görsədən ainən görsədir ki, sən onu zağlayıb və tozunu silməyibsən. Sənin ainəni bağlılıqlar tozu bürüyübdür. İndi dostlar, dinləyin bir dastan. Eyləyir o bizlərin halın bəyan. Mevlana deyir, sinəsi odlu ney və 6 dəftərlik məsnəvi insanın başının oyunudur, başına gələn oyundur. Bilmirəm çağdaş, müasir ariflərin hansı birisindən eşitdim ki, Həzrəti Haq o birlik və arxayınlıq aləmindən bəşərin üzünə aləmə sarı bir qapı açır. Suyu küzədə və günü bacada görən xalq ki, demişlər xoşluq onların azarı olmuşdu, basan eləyib dünyaya almaşırlar. Amma bir iddə paylılar özlərinə deyirlər, axər bizim bu dünyada nəyimiz vardı? Onlar Allahın yanına qayıdırlar.
Müteal Allah onlara deyir, indiki işin nə olduğunu bildiniz və məqsədi anladınız, gedin və o tələsik məqsəddən uzaqlaşanları qaytarın. Amma bu olsarsız insanların sürüsünün halı bu dönüşdə və qayıdışda görməlidir. Onlar ki, şıltaq keçi kimi hamıdan qabaqda gediblər və ucalarda durmaqdan ötürü ayrılarını da buynuzlayıblar. Onlar ki, dünyanı yeyib və xəşəllənibdilər, qaydanda ayaqları dallarıca sürünəcəkdir və xoş o çolaq qoyunun halına ki, bu sürünün arxasındaymış, qayıdışda, çolaqlığında məqsəd onu somuracaqdır. Amma o qollu qışlının üzünə ölüm tozu qonmalıdır. Və ay nə də gözəl deyibdir Ustad Kərimi cənabları, 10 pillədən yıxılmağım, 3-dən xətərlidir Ustad, amandır, qıssa qeyir nərdibanımı. Nərdiban-ı xəlqin ma və mənist. Aqibətin nərdiban افتاده نیست. هر که بالاتر رود ابلهتر است. کاستخوان او که استخوان او بتر خواهد شکست. Hazret İmam Hadi aleyhisselamın İmam Hadi aleyhisselamı vaxtın xəlifəsi, yaramaz xəlifəsi mütəvəkkil tutturur. Məmurlar Hazreti onun yanına gətirib və deyirlər ki, onu ibadət halında gördülər və onun evindən yasaq yaraq tapa bilmədik. Mütəvəkkil utanır, öz yanından utanır və Həzrəti öz yanında oturmağa çağırır. Həzrətin qabağına şərab qoyanda Həzrət ona deyir, məgər sən bilməyirsən ki, biz belənki zadlara dilimizi vurmarıq. Mütəvəkkil piyaləni götürür və deyir, indi şeylədir, pəs mənə bir şeir oxucunun. Həzrət buyurur, inni qəlilur rəvayətil şeir. Məndən şeir az rəvayət olubdur. Bu nə sözdür? Məndən az şeir eşidilibdir. Bu nə təqazadır ki, məndən eləyirsin? Mütəvəkkil ki, lül məstimiş, israr eləyir, Həzrət şeiri oxusunlar. Həzrət buyurur, Batu əla quləlil əcbali təhrüsum, Qulbur ricalil fələn tənfəhumul quləlu, Qulbur ricalil fələm tənfəhumul quləlu. Tarixin dihbaş, boynu yoğunları dağların başında yer tutdular. Amma qullələr onları saxlaya bilmədilər. وَاسْتُنْزِلُوا بَعْدَ اِذٍ مِنْ مَعَاقِلِهِمْ وَعَوْدَوْا حُفَرًا يَا بِئْسَ مَا نَزَلُوا. Ulduzlara baş sürtən qullələrdən qopub düşdülər və qəbirlərin çuxurlarına tapşırıldılar. Və ay nə də pis çuxurlar. ناداهم صارخ من بعد دفنهم أين الأصابر والتيجان والحلل. Onlar quyulanandan sonra bir nəfər səsləndi, qızıl bileziklər, qaşlı taclar, bəzək düzəklərə nə gəldi, nə oldular? Əynəl vucuhulləzi kavnət munəmmətən. Min dunha tuzrabul astar vel kilalu. O nemət içində üzən üzlər ki, onlardan ötürü pərdələr və tor örtülər salınırdılar, nə oldular? Fəəfsəhəl qəbru ənhum Fəəfsəhəl qəbru ənhum hinə sa'ələhum Tilkel vucuhu aleyhat dudu yektetilu. Qəbir onların vərindən soruşulan suallara cavab verdi. O dediğin üzlərin indi üstündə qurdaqlar bir-birisiyle savaşırlar.
قد طالما اکلوا دهرا و قد شربوا و اصبحوا اليوم بعد الاکل قد اکلوا. Onlar uzun zamanlar dünyanı yeyip içtiler ve indi o yemekten sonra onları qurdaqlar yeməkdədirlər. Sağ olun inşallah gələn cəlsədə.